Herkes salam dostlar, Beşiktaş Media kanalına xoş gəldiniz. Bugün Beşiktaşın danışıqlar apardığı futbolçulara sadalayacağıq. Belə ki, təxminən bir həftədir Beşiktaş klubunun Napoli klubu ilə klubun yarım müdafiəçisi olan ulduz futbolçu Zambo Anguissadır. 29 yaşlı Kamerunlu Napolidə keçirdiyi mövsümlə Avropa klublarının siyahısına girib. Futbolçu bu mövsüm 6 qol, 4 məhsullar ötürmə edib. Qeyd edək ki, oyunçu Türkiyəyə gəlmək istəyir və hətta bəzi məlumatlar Beşiktaşa gəlməyinə razı olduğunu bildirib. Ancaq klublar hələ razılığa gəlməyib. Belə ki, Beşiktaş Futbol Klubu Napoli klubuna 10, 13 və 16 milyon euroluq təklif göndərsə də, bu 3 təklifin üçü rədd edilib. Və dünən səhər saatlərində klub Anguissa üçün Avropa klublarının təklif gözlədiyini bildirib. Ancaq klubun Beşiktaşdan istədiyi 18 milyon və üstünə bonuslardır. Yəni danışıqlar uğurla irəliləsə 20 milyon euro razılıq əldə edilə bilər. Futbolçuya gəlsək möhtəşəm oyuncudur və Beşiktaşa güc qatacaqdır və yarım müdafiəyə enerji qatacaqdır. Həm də qeyd edək ki, Kamerunlu ulduza Türkiyədən Beşiktaşdan başqa Fenerbahçe klubunun da istəyi var və məncə bu transfer Beşiktaş üçün baş tutsa çox yaxşı olar. Digər xəbərlərə keçək. Hücuma güc qatmaq istəyən Beşiktaş sezonu Liverpoolda keçirən İtalyan ulduz Federico Chiesa ilə maraqlandı. Futbolçu bir neçə ildir ki, Türkiyə klublarının maraq dairəsində olsa da transfer hələ baş tutmayıb. Ancaq futbolçu bu sezon çox iç açıcı sezon keçirməyib. Belə ki, çıxdığı 14 müsabiqədə 2 qol və 1 məhsullar ötürmə edib. Ancaq mən bu futbolçunun Beşiktaşda çox iş görə biləcəyini düşünürəm. Çünki Liverpoolda daha çox ehtiyatlı olduğu halda Beşiktaşa gələ bilmə ehtimalında ilk 11 şans tapacaq. Hələ ki, klublar gizli danışıqlar aparır və hələ ki, Liverpoolun istədiyi qiymət bəlli deyil. Amma Norveçli mütəxəssis olan Ole Gunnar bu futbolçunu çox istəyir. Xatırladaq ki, 27 yaşlı futbolçuya İtaliyadan təkliflər var və məncə bu futbolçu klub üçün yaxşı transfer olar. Keçək digər xəbərlərə. Son zamanlarda kluba Getson Fernando üçün çox təklif gəlir. Belə ki, İtaliya, İspaniya və Rusiya kimi ölkələrin klubları Getsonu almağı çox istəyir. Hətta verilən məlumatlara əsasən İspaniyanın Atletico Madrid klubunun mütəxəssisi Getsonun oyununu çox bəyənir və hətta Alexander Charlotte'un Getson Fernandes ilə dəyişilə biləcəyi xəbərləri var. Hətta Atletico Madrid Alexander Charlotte'un üstündə 10 milyona yaxın qiymətdə həm də kluba İtaliyanın Lazio klubundan təklif gəlib. Beşiktaşın Getson üçün qoyduğu minimal qiymət 27 milyondur. Məncə yaxşı qiymət satıla bilər. Amma əsas məsələ əgər getsə yeri doldurula bilərmi sualıdır. Və gəldiyi günün son transfer xəbərinə. Belə ki, sezonu Brentfordda keçirən hücumçu Igor Thiago Beşiktaşa imza atmağa yaxındır. Bu sezon 0 qol, 0 məhsullar ötürmə etsə də, ondan əvvəlki sezon çox yaxşı oyunu var. 23 yaşlı futbolçu imzaya yaxındır. Həm də onu deyək ki, klub bu mövsüm bir çox futbolçu ilə vidalaşacaq. Bugünlük xəbərlərimiz bu qədərdir. Bir sonraki videoda görüşərik. Sağ olun.